4 qat dünya və 2 qat paralimpiya çempionu Lamiyə Vəliyeva və onun Cənubi Afrikadan olan həyat yoldaşı Templeton Monareng ilk dəfə mətbuata açıqlama verib. Atama deyəndə fikir edirdim ki, görəsən nə deyəcək. Amma yaxşı qəbul etdi. Söylədi ki, əsas odur, yaxşı insan olsun və evlənməyə bir şərtlə razılıq verəcəm ki, Lamiyə burada qalsın. Templeton mənə görə burada daimi yaşamağa qərar verdi. Bu, çox böyük addım idi. Çünki o öz ailəsini, vətənini qoyub Azərbaycana gəldi. Azərbaycan dilini öyrənir. Birlikdə məşq edirik. Ailəmlə, məşq yoldaşlarımla daim ünsiyyətdədir. Ona görə dili asanlıqla öyrənir, çox sözləri də başa düşür. Templeton Monareng 6 aydır ki, Azərbaycanda yaşayır. Ötən il rəsmi nikaha girən cütlüyün toyu avqustda baş tutacaq.